Amma bu videonu izləsin diqqətlə. Kitabdan oxumaqla yanaşı bu videoda qeyd olunan əsas məqamlara fikir verin. Demək ki, fonetika nə idi? Həmişə deyirik ki, fonetika danışıq səslərini öyrənən elmdir. Fone səs, tikos elm deməkdir. Yəni bizim nitqimiz həm yazılı, həm də şifahi olur. Yazılı nitq bilirik ki, hərflərdən, şifahi nitq isə səslərdən ibarətdir də, düzdür? Səslər, hərflər də dilin ən kiçik vahidləridir ki, bunlar öyrənilir fonetikada. Sonra ahəng qanunudur, hecadır, vurğudur, səs artımıdır, səs düşümüdür. Bunları da fonetikada öyrənirik. Danışıq zamanı tələffüz etdiyimiz səslər təbii ki, danışıq səslərdir. Danışıq səslərinin yaranmasına görə fəal danışıq üzvlərinin yaranmasında bilirik ki, danışıq üzvləri iştirak edir ki, danışıq üzvləri də ikiyə ayrılır. Fəal danışıq üzvləri, qeyri-fəal və danışıq üzvləri bu hissələrdə. Fəal danışıq üzvləri təbii ki, dodaqlar, dil və səs telləridir. Qeyri-fəal isə ağciyər, nəfəs borusu, qıtlaq, ağız boşluğu, dişlər və burun boşluğu və alt çənə. Ən fəal danışıq üzvümüz dildir. Danışıq səsləri şifahi nitqin vahidləridir. Bunlar indi sözçülükdür, düzdür? Biz bilirik ki, səslər tələffüz olunur və eşidilir, hərfləri yazırıq və görürük. Səsləri hərflərdən fərqləndirmək üçün transkripsiyadan istifadə olunur. Mütləq fonetik təhlildə əgər bir sözün deyilişini yazırsınızsa, dördkünc mötərəzə deyirik də, düzdür? Transkripsiyadır adı, ondan istifadə olunur. Danışıq səsləri yaranarkən ağız boşluğunda maneəli və maneəsiz olmasına görə iki qrupa bölünür. Maneəyə rast gələn səslər samitlər, maneəsiz tələffüz olunan isə saitlərdir. Maneəli olan samit, maneəsiz olan saitdir. Bu cədvəldə də görürsünüz, hər dəfə də dərsdə sual cavab edəndə soruşuram. Ağız boşluğunda maneəsizdir, avazlıdır, heca yaradır. Bir sıra hallarda uzun tələffüz olunur. Bilirik ki, ı ilə ü uzanmır. Musiqili səslərdir, saitlər. Ağız boşluğunda maneəyə rast gələn, küylü, bəzən də avazlı olan, heca əmələ gətirməyən, hecanı formalaşdıran və uzun tələffüz oluna bilməyən səslər isə samitlərdir. Yəni, mən sizdən sait samiti soruşanda, samitlər kar və cingiltili olur, saitlər qalın, incə, açıq, qapalı, belə deməyin. Bu cədvəlin içindəki kimi mənə bunu deməlisiniz. Demək ki, sonra 9 saitimiz var, bilirsiniz, səs var, 25 də samit səs var. 25 olmağına da səbəb odur ki, K və X üstüştrixin əlifbamızda hərf qarşılığı yoxdur. Ona görə K və İ-ə görə 23 samit hərfdən 25 samit səs olaraq götürürük. 32 hərf var, 34 də səs var da, yəni bunu yaddan çıxartmayın. Sonra saitlər dilin üfüqi vəziyyətinə görə demişik ki, dil arxası və ya qalın, dil önü və ya incə. Yəni qalın incə olmaqla iki yerə ayrılır. Qalının digər adı dil arxasıdır. Dilin arxasında deyilir çünki A, U, O, U. Dil önü isə dil önə gəlir və incə saitlər yaranır. Bir dənə E saitimizdir ki, dil ortası saitdir, amma incə olduğu üçün incə saitlərin içərisində verilir. Çünki E-ni deyəndə nə dil önə gedir, nə arxaya gedir. E, dil ortada qalır. Dilin şaquli vəziyyəti isə alt çənə aşağı düşür, ağız boşluğu daralır. Bu zaman darlar əmələ gələcək. I, U, Ü. Amma alt çənə və dil nisbətən aşağı endikdə ağız boşluğu nisbətən genəlir. Bu zaman da gen, açıq saitlər əmələ gəlir. Dodaqların vəziyyətinə isə dodaqlanan və dodaqlanmayan olaraq iki yerə ayrılır. O, U, Ö, Ü dodaqlanan, A, Ə, I, I, E dodaqlanmayan saitlərdir. Asan, sadə bir şeylərdir. Bunları yadda saxlamayın. Burada da sxem şəklində verilib. 9 sait qalın incə olmaqla bir qrupa, açıq qapalı olmaqla bir qrupa, dodaqlanan, dodaqlanmayan olmaqla da bir qrupa ayrıldı. Demək ki, saitlər 3 qrupa ayrıldı. Dilin üfüqi vəziyyəti, dilin şaquli vəziyyəti, dodaqların vəziyyəti. Sonra, demək ki, biz bilirik ki, burada belə qeydlər verilib. Əlifbamızda I ilə başlayan söz yoxdur, bilirik. X ilə başlayan söz yoxdur, bilirik. A-ə saitləri 2 cür yazılan şəkilçilərin tərkibindədir. I, I, U, Ü ilə 4 cür yazılan şəkilçilərin tərkibindədir. Milli sözlərimizdə Ö, E, O saitləri milli şəkilçilərin tərkibində iştirak etmir. Amma güneydə sözün kökü gündür, E şəkilçidir. Oxlovda ox sözün köküdür, lov şəkilçidir.
Uzun sovda da uzun sözün kökü sov şəkilçidir. Bunlarda o, saitlərini görürsüz. Amma önü milli sözlərin içərisində iştirakını, şəkilçilərin içərisində iştirakını görmürük. Demək ki, şəkilçilərin içərisində ən aktiv olan saitlər I-4, yəni I, I, U, Ü, bir də A, Ə saitləridir. Burada əlifba verilib. Bu da heç. Biz əlifbada nə deyək? Əlifba hərfləri müəyyən sırası düzülüşüdür. Mürəkkəb ənəvi sıraya malikdir və s. Bu da elə ki bizə lazım deyil. Sonra uzun tələffüz olunan sait səslər. Mən sizə bunu buradan yox, yəni ki hədəfdə bu hissələr mənim xoşuma gəlmir. Onu mən sizə bu birisi PDF-dən çəkəcəm. Burada qoşa saitli sözlərin yazılışı və tələffüzü var. Bilirik ki, mən eyni sait qoşalığı dedikdə siz A, Ə, İ, O-nu deməlisiniz və burada nə baş verir? Biri düşür, biri uzanır. Ələr biri düşdü, biri uzandı. A-nın biri düşdü, biri uzandı. İ-nin biri düşdü, biri uzandı. Həmçinin də bu sözlərdə. Demək ki, eyni sait qoşalığı olan sözlərdə səs düşümü hadisəsi baş verir. Qoşa o-larda da səs düşümü olur. Zoopark, zoologiya sözləri buna misaldır. Amma biz demişik ki, qoşa o-la olan sözlərdə koordinasiya yazılır, koordinasiya deyilir. Koordinat yazılır ki, ona koordinat deyilir. Demək ki, hər zaman o-lardan biri düşməyəcək, bəzən A-ya da keçə bilir. Çünki Rus Avropa mənşəlidir və burada da deyir ki, o saiti A kimi tələffüz oluna bilir. Proqram, proqram, motor, motor, Moskva, Moskva deyilir. Sonra müxtəlif cinsli qoşa saitli sözlər. Bunları da demişik ki, A, İ, İ, Ə, A, İ, İ, Ə, Ə, İ, İ, O, sonra İ, A, A, Ü, bunlardır hərf birləşmələrdir ki, bunlara nə artırılır? Y samiti artırılır. Bax, burada da verib bunu. A, İ, İ, A, İ, Ə, Ə, İ, İ, O. Bir də A, Ü'dür ki, bunlarda səs artımı hadisəsi baş verir. Y səsi gəlir. Amma qalan hərf birləşmələrimizdə artıq müəllim elə müəllimdir, teorem elə teoremdir, müalicə elə müalicədir, realizmdir, okeandır. Bunlara da y ilə demirsiniz. Bunlar olduğu kimi də qalır. Fərqlənən yalnız yanında i olanlardır. Bir də A-ü ilə təqaüd yazılır, təqaüd deyilir. Bir də demişəm ki, mürəkkəb sözlərimiz var ki, saitlə bitən sözə saitlə başlayan söz qoşulur, mürəkkəb söz əmələ gəlir. Məsələn, əmi oğlu, bacı oğlu, bibi oğlu, əli açıq, əli ağa, xala oğlu sözləridir ki, bunlarda da yəni siz da i-anı görüb deməyin ki, əli açıq sözünə i-a var, mən ora əli açıq, y artırım. Yox, bunlar mürəkkəb söz olduğu üçün i düşəcək, a qalacaq, uzanma, düşmə, burada yəni ki, uzanma falan, y, səs artımı falan yoxdur, əl açıq. Əli ağa, əl ağa, xala oğlu, xal oğlu deyə qalacaq. Sonra tərkibində ov, öv hərf birləşmələri olanda da dovğa, qabaq doğğa deyirdilər, v düşürdü, o uzanırdı, dövlət həmçinin, mövqe həmçinin, mövsüm, novlu, novruz, növbə, şöfqət, şövq, tövbə, bunlarda da olduğu kimi qalacaq, dəyişiklik baş verməyəcək. Sonra burada belə bir şey verib ki, ərəb-fars mənşəli sözlərdə ön şəkilçilərimiz var da, babilana. Bunlarda da uzun tələffüz baş verir də, ba, məzə. Məzədə uzanma yoxdur, amma əvvəlinə ba artıranda ba, məzə. Sonra tərəfdə uzanma yoxdur, amma ön şəkilçi ilə işlənəndə bi tərəf. Məkanda uzanma yoxdur, la məkan, uzanma baş verir. Sonra tərkibində eyni cinsli qoşa saitlərdə də bayaq dedik ki, ilər, alar, ələr, olar, biri düşür, biri uzana bilər. Bayaq da demişdim, A səsi ilə tələffüz olunur. Bax, kooperativ, koordinasiya, bunlarda A-ya keçəcək. Amma zoologiya, zooparkda onun biri düşür, biri uzanır. Onun biri düşür, biri uzanır. Bax, belə qalır. Hər zaman qoşa olar sizə sualda düşər ki, qoşa olar hər zamanmı biri düşür, biri uzanır? Yox. Bəzən Avropa mənşəli sözlərdə
Demək ki, hər zaman onlar biri düşüb biri uzanmayacaq. Bəzən də A kimi deyiləcək. Bu da Rus Avropa mənşəli sözlərdədir. Sonra niyə keçək? Məsələn, burada A kimi tələffüz olunan sözlərdir və ya düşə bilər. Bütün suallarda fonetikadan sual düşür. Yəni sınaqlara getdikdə motor, motor, podnos yazılır, podnos, model, model, ornament, ornament, monolit, monolit. A-ya keçən sözləri verib. Sonra hecası ü saiti ilə yazılan və ü kimi deyilən sözlər. Məsələn, düşür uşaqlar, soruşursunuz, müəllimə idi, üdü, biruzə, bir yox, bü. Birinci təbii ki, demirik, bürüncdür. Billur yox, billur, bütöv, bülöv, büro, bülleten, bütcə, büdrəmək. Bunlar ü ilə olan sözlərdir. Hüquq, hüdud, hürriyyət, xüsusi, füzuli, fi yox, fü, füsunkar, cüdo, cido yox, var, cü ilə. Mühüm, var, ü ilə. Mühim demirsiniz, i ilə yox, mühüm. Üfüq, üfik yox, üfüq. Sonra müşkül ilə yazılır. Amma i ilə olanlar hansılardır? Uşaqlar, diqqətli olursunuz. İ ilə olanlar münbit, münbit yox, minbit. Mühit, müdür, müdir, müflis, münsif, mürşid, ümid, ümid yox. Bunlar istisnadır ki, ikincisində i var. Amma bu yuxarıda dediklərimizin hər iki tərəfində ü idi, yəni i ilə deyildi. Demək, i ilə olanlar münbit, ülvi, mühit, müthiş, ümid, müdrik, müdür, müflis, münsif, mürşid. Sonra bax, firuzə sözü düşür firuzə yox, firuzə. Fakültə ü ilə, fakultativ, xurafat, huri, çuxur. Ola bilsin ki, imtahanda, mayakda imtahanda olan uşaqlara bunlardan ü ilə, i ilə olan sözlərdən sual düşsün. Bu videoya qulaq asan şagirdlərə də bu sualı verəcəm. İkinci tərəfində i olan sözlər və ya ikinci tərəfində ü ilə yazılan sözlər. Firuzə, fakültə, fakultativ, xurafat, huri, çuxur, çuxur yox, funikulyor. O əlində top oynadan adama deyirlər. Funikulyor. Sonra AL saitləri ilə bitən çox hecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkillər qoşulduqda həmin saitlər ahəng qanuna uyğun olaraq ü+4 səhətlərindən birinə çevrilir. Məsələn, nə verib burada? Bu da nədir? İsmi yönlük halında bilirsiniz ki, yəni ki, açıq saitlə bitən sözlər var da, kölgə, nənə, araba, qala. Bunlara yönlük hal artıranda bu sonuncu açıq sait qapalıya keçir, kölgüyə. Nənəyə olur nəniyə, araba olur arabıya, qalaya olur qalıya. Sizə də belə sual düşə bilər. Götürər kölgə sözünü, nənə sözünü verər, nənəyə sözünü verər. Deyər neçə belə fonetik təhlilində verər ki, nənəyə sözündə qapalı sait iştirak etmir. Siz də görəcəksiniz ki, iştirak etmir də, doğru götürərsiniz onu. Yox, deyilişinə baxmalıyam. Çünki nəniyə, arabaya sözündə bütün saitlər açıqdır, qalındır, dodaqlanmayandır. Doğru götürəcəksin. Amma bəs arabıya olur axı. Burada bütün saitlər açıq deyil, axı qapalı sait də var. Ona görə transkripsiyanın içərisini həmişə nəzarətdə saxlayırsınız. Sonra fiilin indiki zamanında da yaşayır, yaşayır, saxlayır, saxlayır, işləyir, işləyir, tərləyir, tərləyir. Qəti gələcək zamanda da həmçinin yaşayacaq, yaşayacaq kimi, tərləyəcək, tərləyəcək. Bunlar da həmçinin işləyim olur, işləyim, anlayım olur, anlayım, səsləyəcək, səsləyə, səsləyəcək, səsləyək, səsləyə, səsləyəcək, səsləyəcək kimi olur. Sonra samitlər, gələk samitlərə. Demək ki, samit səslər bilirik ki, maniyəli səslərdir və kar və cingiltili olmaqla iki yerə ayrılır. 25 samit səsin 11-i kardır, 14-ü cingiltilidir, düzdür? Karları demişik ki, p, ş, k, h, f, t, s, x, ç, k və i ilə yadda saxlayırıq. Pişik, həftə, sexti sözləri ilə. Sonra h-nın cingiltili qarşılığı yoxdur, l-nırı kar qarşılığı yoxdur və l-nırı sonurdur. Burada da qarşılıqlar verilib. Bunları hər bir uşaq bilməlidir.
Sonra burada qeyd verilib ki, 25 samit səsin 23-ünün xüsusi işarəsi var, ikisinin yoxdur. Hansıdır? K-la i. Q səsinin qarşılığı K və G səsinin K, G-nin isə K-dır. Bunu da demişəm ki, 9 sözündə QQ olur da, elə yadda saxla. 8 sözündə də KG olur, elə yadda saxla ki, qarışdırmayasan. Sonra H-nı bilirsiniz ki, boğaz samitidir və cingiltili qarşılığı yoxdur. M-nı burun samitidir həm də. L-mı isə sonurdur. Sonra bu da belə. Sonra gəlirəm sonu bıdıqıcı ilə bitən sözlərə demiş ki, sayət artırdıqda bıdıqıcı cingiltili qalır, karlaşmır. Məsələn, bax, corabı, tüfəngin, qılıncımız, palıdım. Olduğu kimi qaldı bıdıqıcı. Amma samit gələndə və ya tək qalanda bu sözlər kar qarşılığına keçir. B-pıya, D-tıya, G-kiya, C-çıya, buludlu, bulutlu, corab, corab, corabsız, corabsız kimi olacaq. Sonra bəzən C samiti ilə bitib Ç kimi tələffüz olunan sözlərdə D-lı, T-sızı-nı gələndə Ş kimi tələffüz olunur. Əlacsız, əlaşsız, vicdansız, vicdansız kimi olur. Sonra atlas sözü atlas kimi tələffüz olunur. S-yə keçəcək. Tələffüz zamanı dəyişikliyə uğrayan səs orfoqram adlanır. Bu da bizə hələ ki lazım deyil. Sonra eyni samit qoşalığı olan təkhecalı sözlər, müxtəlif cinsli samit qoşalığı olan təkhecalı sözlər. Bilirsiniz ki, eyni cinsli qoşa samitli təkhecalı olan sözlər fən, his, sir, həl, rədd, his bu kimi sözlərə. Sait gəldikdə qoşalıqlar qalır, samit gəldikdə qoşalıqlar düşür. Burada da verib, bax, hədsiz. D-nın biri düşdü, haqlı, Q-nın biri düşdü, sirli, R-nın biri düşdü. Amma sait gəldikdə isə bunlar olduğu kimi qalır. Sonra burada his-kül sözləri istisnadır yazıb. Çünki his iki mənada işlənir. İnsanın hissi, bir də hissdə pişirmək. Hiss bilirsiniz də, yəni ocaq. Bir də var kül, kül var ocağın külü, bir də var küllü. 2 l ilə yazılan küllü sözü kimi gedir o söz. Yəni divanlar, böyük bir necə deyim? Bütövlükdə bir, məsələn, küllü ədəbiyyat, bütün ədəbiyyatların cəmi mənasını kimi işlənir. Ona görə his və kül sözlərində əgər o his və kül insanın hissi və küll ədəbiyyat sözündəki küldən söhbət gedirsə, samit də gəldikdə onlar qalacaq. Bunu başa düşməyən sinifdə deyər, izah eləyərəm bir də lövhədə. Sonra burada müxtəlif cinsli qoşa samit təkhecalı sözlər isə hansılardır? Qəbz, qəsir, əmr, zülüm, nəbz, hüzün, həzir, kəsir, sədir, mətin, fəhim, sehir. Bu kimi sözlərdə nə baş verir? Deyilişdə səs artımı baş verir, i gəlir və ya ü. Qapalı saitlərdən biri gəlir də. Zülmkar, zülümkar. Sehirbaz, sehirbaz. Elmli, elmli. Bu şəkildə nə olur? Səs artımı hadisəsi baş verir. Sonra gəlirik s, t, f, t, ş, t. Bəzən də başqa samit birləşmələri olan sözlərdə. Yəni bunlar söz ortasında nə baş verir? Əgər neftçidir, düzdür. Neftdən sonra ç gəldi də, düzdürmü? Samit gəldi. Demək ki, t düşəcək. Bu s, t, f, t, ş, t da t-lar düşür. Amma sait gələndə d-yə keçəcək. Neft. Məsələn, neftçimiz, məsələn, neftçimiz deməyim də. Neftim. Sait artırımda, düzdür? D-yə keçir t. Neft, neftim. Neftim, t d-yə keçir. Məsələn, dostluq sözündə samit gəldi deyə s-tıdan sonra t düşür, dostluq. Amma dostumuz dedikdə t düşməyəcək, d-yə keçəcək, dostumuz. Bu belə, bu qaydadır. Sonra
Həmçinin də bax üst paltarı P gəldi Samit, T düşür. Turist səfəri S gəldiyi üçün T düşür. Amma sayt gəldikdə bax neft avadanlığı söz ayrı yazıldığı üçün olduğu kimi qaldı. Tələffüzdə qalır. Sonra bax burada bu zülm, burada qəsir, qəsir, əmir kimi sözlərlə səhv salmayasınız deyə iyli olan sözlər var. Qəbir elə iynəndir, qədir elə iynəndir, eyib, ətir, zehin, isin, səbir. Həm bu sözlər həm də sait gəldikdə, demişik saitlə başlayan şəkilci gəldikdə son qapalı saitini itirir. Sonra bax PDF-dən qoşa samitli sözlər var da bilirik ki, qıqılar, kükülar, tıtılar, pıpılar fərqli tələffüz olunur. Qıqılarda k, qı olur, kükülarda kügü, tıtılarda tıdı, pıpılarda da pıbı. Yəni cingiltili qoşalıq kara keçir. Kar qoşalıqlar isə cingiltiliyə keçir biri. Y ilə yazılanlardan isə bəzən bir y ilə tələffüz olunur. Qoşa y'lar bəzən 2 y ilə yazılır, 2 y ilə deyilir. Bəzi sözlər də var ki, bir y ilə yazılır, bir y ilə da deyilir. İndi qoşa y ilə yazılan bir y kimi deyilənlər əziyyət, əziyyət, səlahiyyət, səlahiyyət, hissiyyat, hissiyyat. Amma hissiyyatdır, səlahiyyətdir, maliyyədir, mülkiyyətdir, dövriyyədir. Bunlar İya, iyyət şəkilçilərlə yaranıb. Amma əziyyət üçün kökü elə əziyyətdir də. Yox, əziyyətdir daha doğrusu iyyətlə yaranıb. Əzməkdən əziyyət. Amma vəziyyət vəzdən yaranmayıb. Səhiyyə səhdən yaranmayıb. Düzdür? Bunlarda bəzilərində iyyət, iyyətlə olanların hamısında qoşa y yazılır, bir y deyilir, şəkilçi olduğu üçün. Amma bəzi sözlərin elə kökündə 2 y var. Məsələn, təyyarədir, hədiyyədir. Bunlar 2 y ilə yazılır, 2 y ilə deyilir. Amma bizə 2 y ilə yazılır, 1 y ilə deyilən sözlər bax bu burada verilən sözlərdir. Demişik bax burada da qoşa y samiti iyyat, iyyə şəkilçisinin tərkibindədirsə 1 y ilə deyilir. Bəzi sözlər 2 y ilə yazılır, 2 y ilə deyilir. Qəyyum, xəyyam, səyyah, səyyar, niyyət, hədiyyə, eyyub, teyyub. Qiyyə, təxəyyül, sürəyya, səyyad, sonra müəyyən, əyyaş və sair sözlərdir. Bir y ilə yazılan və deyilənlər isə Türkiyədir, tərbiyədir, tövsiyədir, saniyədir, leysan, mərsiyə, lahiyə, şayiyə və sair. Sonra gəlirik b, c, c, d, d, f, f, l, l, m, m, n, n, r, r, v, v, s, ş, ş, s, z, z. Bunlarda isə görürsünüz də dəyişiklik baş vermir. Dəyişiklik baş verən ancaq qılar, kılar, tılar, pılar və yığlardadır. Qalan samit qoşalıqlarında dəyişiklik baş vermir. Bunların da istisnası var. Məsələn, qoşa mılar qrammatika sözündə 2 m ilə yazılır, 1 m ilə deyilir. Ssenari sözü 2 s ilə yazılır, 1 s ilə deyilir. Amma çoxu elə olduğu kimi qalır. Sonra n-nın m-yə keçməsi nə zaman baş verir sualını eşitdikdə deyəcəksiniz ki, n-dan sonra m və b gələrsə n m-yə keçir. Günbəz yazılır, günbəz deyilir. Tənbəl yazılır, tənbəl deyilir. Vay, fikir verin ha bu hissələrə uşaqlar. Baba bunlar. Bunlarda dedik ki n-dan sonra m və b gəldiyi üçün bunlarda m-yə keçmə hadisəsi baş verir. Sonra m ilə yazılan və m ilə deyilən sözlərimiz hansılardır? Bunu da yaddan çıxartmayın. İndi onu deyirəm. Burada kömbədir, peyğəmbərdir, kombayndır, hambaldır. Bu kimi sözləri uşaqlar götürür. Elə bil ki, bunlar da n-landır. Amma xeyr, bunlar elə m ilə yazılır, elə m ilə da deyilir. Sonra belə. Sonra q'nın deyilişi var. Bilirik ki, q 4 səsi ifadə eləyir. Q samiti. Q kimi, q kimi, q x kimi və q kimi. Q'nın ğ'ya keçməsi baş verəcək. Saitlə başlayan söz və şəkilçi gəldikdə qonaq qonağın, otaq otağın, balıq balığın,
Amma bu sözlər sərbəst qaldıqda samit gəldikdə x-ya keçəcək. Balıq, qonaq, otaq. Bəzi sözlərimiz var ki, q ilə bitir, amma sait gələndə q ilə qalır. Monoloq, dialoq, üfüq, şəfəq bu kimi sözlərdir. Amma bunlar tək qaldıqda şəfəq k-ya keçir. Dialoq k-ya keçir. Natiq k-ya keçir. Sait gəldikdə amma q kimi qalır. Üfüqün, şəfəqin, natiqin, monoloqun, dialoqun və s. Q da bilirik ki, 5 səs ifadə eləyir. 5 səs ifadə etdiyi üçün də orada da onlar da hansıdır? Q, Q kimi, Q, xüst iştirik kimi, Q, Y kimi, Q, G kimi, Q, hansı qaldı? K kimi. Bunlar 5 səsi ifadə eləyir. Q-nın da Y-yə keçməsi çox heyecanlı, milli mənşəli sözlərdədir. Çörək, çörəyin, çiyələk, çiyələyin, ərik, əriyin. Sait gələndə Y-yə keçir. Amma sait gəlmədikdə, müstəqil qaldıqda, samit gəldikdə xüst iştirikə keçir. Bu haqda da lövhədə izah verərəm daha ətraflı. Qalanlarını da oxuyursunuz. Vurğudur, ayrıca qayda atmışam. Ahəng qanununda bilməyən məncə yoxdur. Ahəng qanununda bilən bilin. Azərbaycan dilində ahəng qanunu sabit möhkəm olsa da, bəzi sözlərimiz var ki, millidir, amma ahəng qanunu pozulur. İlğım, işıq, ilan, inam, inanc, inanmaq, ildırım, ilıq, işartı, iraq. Mürəkkəb adlardan mürəkkəb ad deyəndə ki, mürəkkəb sözlərdən Aygün, Elnur, Taxtabiti, Dəvədabanı bu kimi sözlər də ahəng qanununa tabe olmayan sözlərimizdir.